Deməli, Skillbox-da qeydiyyatdan keçəndən sonra daxil olduq öz səhifəmizə. Öz səhifəmizə daxil olduqda orada enroll düyməsi gəlir. Onları vurub keçdikdən sonra start düyməsi gəlir. Yox, bu gəlir. Bundan sonra burada aşağıda tünd göy rəngdə Teamwork sözü var. Sol tərəfdə Teamwork. Üzərində Teamwork-ın vururuq. Belə bir səhifə açılır. Açılan bu səhifədə assignment, yəni imtahanlar olan bölməyə keçid edirik. Burada da 2 dənə sistem var. Diagnostik test, bir də sertifikat üçün olan test. Burada 3 dənə sizdə sınaq var. Burada isə 2 dənə əsas imkanı var. Gəldik burada Start Diagnostic Assignment vururuq. Və buradan Continue düyməsini vururuq. Start düyməsini vururuq. Birinci sualımız artıq açıldı. Burada dəqiqə falan yoxdur. Sınaqlarda istədiyiniz qədər işləyə bilərsiniz. Saatlarla üzərində otura bilərsiniz. Əsas imtahanda isə demək 36 dənə suala 45 dəqiqə var. 45 dəqiqədə tamamlamasanız dayanacaqdır. Amma daha tez tamamlamaq mümkündür. Demək, komanda işini dəstəkləmək üçün hansı texnologiyalar vacibdir? Əməkdaşlıq alətləri. Birinci sualın cavabı. İkinci suala keçdik. İkinci sualda əməkdaşlıq alətlərinin əsas məqsədlərindən biri. Demək, təqvim və tapşırıq idarəetməni dəstəkləmək üçün doğru cavab burada budur. Sonra keçdik növbətiyə. Aşağıdakılardan hansı əməkdaşlıq platformasına nümunədir? Burada Teams-dir. Cavablandırdıq. Əməkdaşlıq platformasının ümumi xüsusiyyətidir. Demək, işin vahid mərkəzdən idarə olunması. Cavablandırdıq. Aşağıdakılardan bir əməkdaşlıq aləti platformasında adətən verilən tipik icazədir. Demək, mesaj göndərmə icazəsi. Cavablandırdıq. Əməkdaşlıq platformasına adətən inteqrasiya edilən alətə nümunədir. Burada chat mesajlaşması, mikrofonları söndürün zəhmət olmasa. Cavablandırdıq. Artıq gəldi simulyativ tapşırıq şəkilli. Burada üzərinə təsadüfən çaşıb tıklasanız və yaxud da bax, bu liftdən istifadə etməsəniz, bax, burada şəklin liftidir. Bunun üzərində vursam bu saatçı mənim bir dənə düzümü aparacaq. Burada 2 dənə, yəni şans məsələsi var. 2 dəfə, yəni bir dəfə səhv eləyə bilərsiniz. İkincidə artıq götürmür. OneNote proqramını proqramlar panelinə əlavə edin. Bax, burada proqramlar panelidir və burada plus işarəsi var. Üzərində vurduq. Açılan bu pəncərədə biraz ekran aşağı fırladıq. Məsləhət imtahana gedəndə özünüzdə mouse götürün. Yeri gəlmişkən biz də götürək. OneNote-un üzərində vurduq. Yaşıl ox gəldi. Addımlar tamamlandı. Bir də baxırıq, aşağıda heç bir basacağımız düymə yoxdur. Answer düyməsini vurduq. Sonra Learn One Ink komandasına Project adlı kanal əlavə edin. Demək, burada gəldi 3 nöqtəsi. Kanala buradan əlavə edin. 3 nöqtəni vurduq. Açılan bu pəncərədə bax, xəttin üstə mütləq bir dəfə tıxlayırıq ki, kanalın adı gəlsin. Avtomatik Project gəldi. Sonra düşdük aşağı, sadəcə add düyməsini vurduq və cavablandırdıq. Əməkdaşlıq platformalarından istifadəyə dair verilənlərlə bağlı aşağıdakı ifadələrdən hansı doğrudur? Burada istifadə fəaliyyətlərindən təhlil yaradıla bilər. Analitik sözü varsa, bu sual əsas testdə də var, əsas imtahanda. Burada vurub keçdiniz, cavablandırdınız. Sonra Teams-in effektiv istifadəsi ilə bağlı resursları hardan tapa bilərsiniz? Burada aşağıda help bölməsi var, buradan. Burada vurmursunuz üzərində, vursa səhv götürəcək. Bu sual yeganə sualdır ki, simulyativdir, həm də seçim verir bizə. B variantı burada seçirik, bu doğru cavabdır. Cavablandırdıq. Teams platformasına ən son əlavə olunan xüsusiyyətləri yoxlayın. Teams platformasına yenə ən son əlavə olunanlar help düyməsindədir. Help-i vurduq. Açılan pəncərədə What's New, yəni nə yenilik var? Yaşıl ox gəldi, başqa yoxdur düymə, answer cavablandırdıq. Təqvimin günlük görünüşünə keçin. Əsas imtahanda bu aylıq rejimə keçində ola bilər. Buradadır o rejim, burada moddur, yəni aydır. Oxunu vurduq və day, günlük rejimi seçdik. Vəssalam, addımlar bitdi, cavablandırdıq. Daha əvvəl təyin edilən Project Meeting görüşünü silin. Gəldik, daha əvvəl təyin edilən. Burada 2 dənə Project Meeting var. Burada mütləq şəkildə yuxarıdakını vurun, aşağıdakını deyil. Aşağıdakını vursa səhv olacaq. Bunun üzərində vurduq. Burada deyir silin. Daha əvvəl təyin edilən Project Meeting görüşünü silin. Ona görə delete işarəsini vururuq. Təkrar delete düyməsini bir də vururuq və addım tamamlandı. Təqviminizi Chris Baker ilə paylaşın. Təqviminizi paylaşmaq üçün ümumiyyətlə paylaşın sözü nə qədər ki deyir, share düyməsini axtaracaq. O da əsasən sağ tərəf küncə doğru yerləşir. Share işarəsi də budur, əyri ox şəklində. Share düyməsini vururuq. Deyir kimlə paylaşın təqviminizi? Chris Baker ilə.
Gəldik bura. Mütləq burada enter an email adres. Burada bir dəfə içində bircə dəfə tıklayırsınız. 2 dəfə tıklasaz səhv götürəcək və gedəcək. Chris Baker'ın adı gələn kimi üstündə vururuq ki, ad düşsün bura. Ad bura düşəndən sonra şeyə düyməsini vururuq və cavablandırırıq. Kalendar bu tətbiqini istifadə edərək Learn Warning komandasının qrup təqdiminə əlavə edin. Yenə buradan plus işarəsindən tətbiq əlavə edirik. Üzərində vuranda kalendar bot burada göründü. Üzərində vurduq, open gəldi. Open'ı vuranda add to TV mütləq vurursunuz. Bu da var orada. Sonra gələn bu hissədə bu xəttin üstə bir dəfə vururuq ki, komandanın adı çıxsın. Bir də vurduq üzərində düşdü bura. Və gəldi aşağı setup düyməsini mütləq vurun. Yadınızdan çıxıb bu burada qalsa altda doğru götürməyəcək. Və burada da sonda save'i vurursunuz. Saxlanan kimi getdi. Tapşırıq idarəetmə alətinin ümumi xüsusiyyətidir. Ümumi xüsusiyyəti tapşırıqların planlaşdırılmasıdır. Doğru cavab. Sonra Revive adlı tapşırıq yaradın və Cobline 1-ə təyin edin. Tapşırığı demək, yaratmaq üçün burada task bölməsi var. Task sözü tapşırıqlar vurduq. Vuranda düşdü aşağı. Artıq burada xət var. Xəttin üzərində bir dəfə tıklayanda gördünüz Revive adı düşdü bura. İndi biz bura tıklasam səhv götürəcək bu birisi xəttin üstə. Burada artıq Cobline 1 var. Üzərində vurdum, task vurdum və təsdiqlədim. Sonra Revive tapşırığını silin. Gəldik, artıq bu tapşırıq hazırdır. Revive tapşırığını silmək üçün qarşısındakı 3 nöqtəni vururuq. Açılan kiçik pəncərədə delete'i vururuq və təsdiqləyirik. Sonra orada Coffee tapşırığının statusunu tamamlandı. Tamamlandı statusu dairənin içərisində vurmamız kifayətdir. Kənarda vursa səhv götürəcək. Dairənin düz üstündə vurursunuz və cavablandırırsınız. Ani mətin mesajlaşması sinxron kommunikasiyadır. Vurduq, cavablandırdıq. Betty Jones Chris Baker ilə söhbətə başlayın, filan mesajı göndərin. Söhbət harda olur? Chat bölməsində. Chatın üzərində bir dəfə vurduq. Açılan bu hissədə mütləq bura bir dəfə tıklayırıq ki, kimə, hansı emaila, kimə göndərirsən. Bir dəfə tıkladıq, Betty Jones gəldi. İndi bunun üstə vursam səhv götürür. Bir balaca sağa doğru oxumuzu çəkib bir də vururuq ki, Chris Baker də gəlsin. Sizdə əsas imtahanda bu da var, sadəcə adlar dəyişir. Burada əlidirsə, orada vəli olur məsələn. Sonra düşürsünüz mütləq aşağı. Və burada mütləq tıklayırsınız ki, həmin orada qeyd olunan mesaj avtomatik düşür bura. Əllə heç nə yazmayacaqsınız heç yerə. Sonra mütləq bu göndər balaca bu qaranqışı oxu, vurursunuz, sonra cavablandırırsınız. New Project sənədini aktiv söhbətə mesaj kimi əlavə edin. Aktiv söhbət gözümüzün qarşısındadır. Gedib təzədən təkrar chatı vursanız səhv götürəcək. Baxın, bu saat chat açıqdır. Baxın, burada chat sözü var. Aktiv söhbət var. Sadəcə biz ora nə əlavə edirik? Sancağın üzərində vurmaqla aktiv söhbətə New Project. Bir dəqiqə, mən niyə səhv vurdum? Nə istəmişdi bizdən? New Project sənədini aktiv söhbətə mesaj kimi əlavə edin. Bunun üzərində vurduq, sonra Open düyməsini New Project düz vurmuşuq da. Vurduq, mütləq göndər düyməsini vuruq. Göndər düyməsini vurmasaq yarımçıq kimi götürəcək və səhv gedəcək. Bütün addımlara axıra qədər getməliyik. Saxladığınız söhbət mesajınıza baxın. Burada bu kişi var, bu kişinin şəkli, profil. Bunun altındadır. Vurdunuz, save, düz aşağı bayraq, vurdunuz, vəssalam. Cavablandırın. Adətən istifadə olunan görüş alətidir. Burada zoomdur. Orada biraz fərqli bir səhv etmirəmsə alətlər də gəlir, Teams də gəlir. Sonra Betty Jones ilə ani video görüş ən sadəsidir. Burada video işarəsini görürük. Üzərində bir dəfə vurduq, vəssalam, cavablandırdıq. Project Meeting görüşünü hər ayın ilk bazar ertəsi günü. Bu sual yenisi var orada, amma orada biraz fərqli günlər, fərqli zaman götürürsünüz. Bazar ertəsi günü təkrarlanan olaraq təyin edin. Demək, Project Meeting görüşünü gəldi aşağı, Project Meetingin üzərində vurduq. Edit vurduq, çünki dəyişiklik varsa edit, silmək desə delete vuracaqdıq. Edit vurduq ki, dəyişdirək. Repetitor müəllim nə edir? Təkrarlayır. Repeat sözü varsa demək təkrarlanan. Açdıq bu təkrarlananın qarşısındakı oxu. Every month, hər ay istəmişdi bizə. Hər ayın ilk bazar ertəsi günü. Artıq bazar ertəsi gününü öz avtomatik seçib. On the first Monday. Görürsünüz burada. Sadəcə siz burada save düyməsini vurursunuz və təsdiqləyirsiniz. Təkrarlanan Project Meeting görüşünün birini ləğv edin. Birini deyin. Əgər çox desəydi, hamısını desəydi, o zaman al düyməsini vuracaqdıq. Burada deyil, birini ləğv edin. Ona görə orada diqqətli olun. Burada birini deyirsə, orada hamısını. Orada hamısını deyirsə, burada birini. Yəni, biraz belə fərqlilik var orada. Gəlirik, Project Meeting görüşünü tapırıq. Üzərində vururuq. Və burada cancel vuracaq artıq. Cancel. Və gəldik burada, nə idi? Təkrarlanan Project Meeting görüş, birini ləğv edin. O zaman this event. Əgər hamısını desəydi, üçüncünü al eventi götürəriz. This eventi vurduq və təsdiqlədik.
IT meeting dəvətindən imtina edin. Bu ən asanlıdır. Burada bir dənə no-nu vurursunuz. İmtina etdiniz və cavablandırdınız. Bütün biznes update görüşləri üçün, baxın, bütün hamısı üçün də alı götürəcəyik. Sonra 15 dəqiqə öncədən xatırlatma təyin edin. Gəldik bura, biznes update'i tapdıq və burada editi vurduq. Bütün all events'i vurduq. Gəldik, burada bu qulaqlı zəng saatı var. Buranı açdıq, remind me, mənə xatırlat. 15 dəqiqəni götürdük və save etdik. Çünki dedi bütün görüşlər üçün. Ona görə birinci alı götürdük, sonra biz mikrofonunuzun səsini açın, ən sadəsidir. Mikrofonunuzda xət var, üzərində vururuq. Təsdiqləyirik. Görüş təşkilatçısı olaraq bütün iştirakçılar üçün görüşü sonlandırın. Bunun üzərində vurmayın, bu sonlandırma deyil. Yanındakı balaca quş dimdiyi kimi oxu vurdunuz. End meeting hamı üçün sonlandı. Vəssalam, təsdiqləyirik. Web browser pəncərəsinin ekranını paylaşın, ekran nəzarətli Suya Nelboya verin. Baxın, ekran burada paylaşım yoxdur hələ ki. Bax, görürsünüz aşağı yuxarı eləyəndə lifti, yoxdur heç nə. Burada ekranı paylaşanda deyir ki, browserə daxil ol. Əsas imtahanda isə sizdə orada Word sənədini paylaş deyəcək. Gəldik bura, ekranı gördünüz, bir dəfə vurdunuz. 2 dəfə tıklasa səhv gedəcək. Burada çalışın, bir dənə tık götürün. Burada Google Chrome'a girdik. Sonra qalxdıq yuxarı. Give control, kontrolü ver. Give, ver, kontrolü ver. Kimə? Suya Nelboya. Üzərinə vuranda gəldi. Suya Nelbonu vurduq. Vəssalam, təsdiqlədik. Aktiv görüşçü yeni bir görüş qeydini açın. O burada 3 nöqtədədir, bu sual orada da var. Gəlirik bura. Qeydlər nədir? Notlar, not almaq. Show meeting not. Vurduq. Amma gəlirik burada aşağıda da take notu vururuq mütləq. Bunu vurmasaz cavab yanlış götürəcək. Sonra 30 noyabr 2020-ci il tarixi. Orada da belə bir eynən bu tipdə var. Amma orada 21-i 10-cu aydır. Necədir? Yoxsa 21-i yanvar deyəsən tarixidir orada. Bir də saat dəyişkəndir. Burada 6 saat istəyir. Məsələn, orada 2 saat istəyir. Buna diqqət edəcəksiniz. Burada deyir 30 noyabr saat 9-da başlasın, 6 saat davam eləsin. Gəlirik bura. Schedule webinarı vururuq. Tarixin üzərində burada vurub özümüz seçirik ayın 30-unu. Amma orada elə üzərində vuran kimi ayın tarixi 21-i özü düşür bura. 30-u vurduq. Buradan saatı açdıq. Buradan 9:00 seçdik və buradan host demək saat 6 saat davam edən schedule düyməsini mütləq vururuq və sonra təsdiqləyirik. Webinardakı panelistlərin təqdimatçıların öz adlarının dəyişməsinə icazə verin. Panelistlərin adlarını dəyişmək ümumiyyətlə bu tip yanaşmalar setting düyməsindədir. Settingi vururuq öz adlarının dəyişməsinə. Demək, burada gəldik. Rename vurduq. Sonra cavablandırdıq. Word Game Collections webinarını ləğv edin. Webinarlara keçirik. Word Game Collectors gördük və burada delete vurduq. Sonra yenə delete vurduq. Addım tamamlanmış sayıldı. Webinarın demək sual-cavab funksiyası Q&A funksiyasını istifadə edərək filan sualı verin. Düşdük aşağı. Bunu vurduq. Sonra burada mütləq əsas imtahanda burada sağ köşdə açılacaqdır. Onu da siz görmək üçün bunu belə aşağı sürəcəksiniz burada. Bir də burada ayaqda lift olacaq. Bunu da sağa çəkəcəksiniz ki, burada çıxsın bu. Əsas imtahanda. Burada isə mərkəzdə görün. Üzərində mütləq bu boşluğunu vurursunuz ki, mesaj bura otursun. Sonra send düyməsini vurursunuz. Əks halda addım yarımçıq olacaq və səhv götürəcək. Sonra bütün iştirakçılar üçün aktiv webinarı sonlandırın. Burada da yenə end düyməsinin üzərinə vururuq. End meeting for all. Hamı üçün all. For all. Sonra cavablandırdıq. Insight webinar video yazısını susmaya görə parametrlərlə paylaşmaq üçün hər kəsə açıq link yaradın. Burada da gəlirik. Demək, nədən gedir söhbət? Webinar. Demək, hara girməliyik webinarlara? Webinarlara girdik. Bir dəqiqə. Mən nə şeylədim? Insight webinar. Video yazısı üzülürsən. Video yazı recordingə girməliyik. Video yazısını susmaya görə. Görürüz, bir şansımı apardı mənim. Düzgün vurmadım. Bu dəfə də düz vurmasam gedəcək bir sualım. Video yazısını susmaya görə parametrləri paylaşmaq üçün hər kəsə açıq link. Hər kəsə açıq link. Demək, mən keçirəm recordingə. Recordingdə hansını istəmişmədən Insight webinar. Insight webinar share düyməsini vururam və buradakı düyməni açıram. Burada public hər kəs üçün açıqdır. Sadəcə burada olan düymənin üzərində saxlayıb gəlib burada don işarəsini vururam və cavablandırıram. General kanalı ilə əlaqəli faylların yerini açın. General kanalı ilə əlaqəli faylların yeri. İndi görək burada kanalı açmadan
Burada vurun bir dəfə, heç nə olmaz. Bir şansımız var. Hə, bir dənə burada vurduq. Burada general kanalı ekranda olsa belə burada vurmağınızı istəyəcək. Və burada hazırgöz translation aktivdir. Ona görə general kanalını vuracağım. Ondan sonra fayllar bölməsini vuracağım. Vəssalam, addım tamamlandı. Translation kanalının fayllar bölməsindən translation rich sənədini yükləyin. Burada demək translation kanalından deyir. Ona görə mən burada bayaq general seçdim. İndi translation kanalını seçdim. Fayllar bölməsini açdım. Burada translation rich'in üstə bir dəfə vuracağım. Dairənin içində olacaq və burada 3 nöqtə aktivləşəcək. 3 nöqtəni vuranda download sözü var. Endir. Sonra burada da demək sənədi seçirik və save düyməsini vururuq. Addım tamamlandı. Redakta edilməsinə icazə verilməyən Translation Rich adlı sənədi yaradın və paylaşma linkini kopyalayın. Demək, redaktəsinə icazə verilməyən. Demək, şeyəni vuracağıq. Paylaşımdan söhbət gedirsə şeyəni vururuq. Redakt edilməsinə icazə verilməyən Translation Rich adlı sənədi yaradın və paylaşma linkini kopyalayın. Sənəd yaranıb hazırdır. Redakt edilməsinə icazə verilməyən. Buradan allow editing işarəsini götürürük ki, redakt icazə verilməsin. Sonra apply vururuq. Sonra demək redakt edilməsinə icazə verilməyən sənədi yaradın, paylaşma linkini kopyalayın. Bircə dəqiqə biz bunu eləmişdik də artıq. Sendi vurduq. Ayda bir dənə səhv getdi. Üzvləri filankəslər olan hər kəs açıq daxili qrup. Burada da Greater qrupu vururuq. Hər kəs açıqdır zaten. Name'in boşluğuna vururuq. Komandanın adı gəldi. Qrupun üzvləri gəldi. Burada zaten hər kəs üçündür və Great qrupu vururuq və cavablandırırıq. Sonra Roland K-nın postunu Dan ilə paylaş. Postu paylaşmaq üçün demək share eləyirik və burada mütləq şəkildə buranı vurmasaq, ad gəlməsə Danın adı bura gəlməsə səhv götürəcək. Sonra da share. Orada da burada deyir ki, Danın filankəsin fikrinə sənət yüklə, demək postuna. Və burada bu oxu vuracaqsınız. İmtihanda bu gəlir. Və bu balaca göy oxu vuracaqsınız. Sənədi buradan yükləyəcəksiniz. Share düyməsini vurdunuz və təsdiqlədiniz. Cihazın company budget faylını learn one exist miro lövhəsinə əlavə edin. Biri var belə ayaqlı ox. Buna dəymirik. Bu ümumiyyətlə imtihanda bundan istifadə heç olunmur. İxrac düyməsidir. Bir də var aşağıya düşəndə papaqlı ox. Bax görürsünüz bunun ayağındadır kvadrat. Buna ayaqqabılı ox deyirəm mən. Bir də var başındadır oxun bu kvadrat. Papaqlı ox. Papaqlı oxdadır götürəcəyiniz bütün fayllar. Və deyir öz kompüterinizdən, öz cihazınızdan. My DVC vurduq. Company budget və open düyməsini vurduq. Cavablandırdıq. Sonra demək learn one exist poçt vasitəsilə komand üzvü olmayan Chris Baker ilə paylaşın. Paylaşın deyirsə və deyir baxış icazəsi verin yalnız. Share'yə gəldik. Share'də burada mütləq to kimə ad vurduq. Adı vuranda burada gəlmədi. Bax Chris Baker'ni buradan götürəcək. Götürdük, qoyduq bura. Orada da burada Chris Baker'də orada nə bilim Natali'dir deyək ki. Burada can edit'i edirik, can var, ancaq baxış rejimi və gəlib burada send invitation vururuq və təsdiqləyirik. Teams'də company budget adlı cədvəli açın, başqa bir komand üzvü tərəfindən redakt edilən xanaya klikləyin. Orada bu tip də var, bir də başqa, orada Word-də deyir ad olan, o əsas imtihanda Word-ü deyir, açın və orada kim hansı hissədə işləyirsə onun üzərində tıklayın. Company budget'in üzərində vururuq, burada baxırıq Peter burada işləyir, burada vururuq. Bu xananı istəyir bizdən. Orada da Word-ü, Word-ün içərisində görəcəyiz bir dənə belə balacana xət var orada. Bənövşəyi, çünki bənövşəyi rəng. Bir tərəfdə güya ki, həmin adam işləyir də, orada bir nöqtə dairə gəlir, onu vuracaqsınız. Cavablandırırıq. Açıq cədvəl haqqında Zoya Best ilə söhbətə başlayın, mesaj göndərin. Bu tip var orada, orada Zoya Best deyil, bir başqa adı gəlir. Açıq söhbətə necə başlayır? Bax, burada conversation sözü yazılıbdır. Bunun üzərinə vuranda, bax, burada bir dənə belə söhbət üçün yer açılır. Düşürsünüz mütləq bura aşağı, bir dəfə bura tıklayırsınız. Burada bu ad gələcək. Adın üstə mütləq adları seçirsiniz. Seçməsə səhv götürəcək. Seçdikdən sonra artıq mesaj özü gəldi. Balaca oxu vurdunuz və təsdiqlədiniz. Yəqin 97 bal gələcək mənə buradan. Çünki bir dənəsi səhv getdi. Translation Rich sənədinin versiya tarixçəsinə daxil olun. Versiya tarixçəsində fayllar bölməsi. Buradan gəlirik info. Infodan isə gəlirik version history. Vurduq bunun üzərində bu saat kimini və təsdiqlədik. İndi məndə bir dənə səhvim var, 97 bal olmalıdır. O səhv olmasaydı
97 bal gördünüz. 97 bal, o səhv olmasaydı düz yazacaqdım. Mən də burada nə etdim? Addımları düz etmədim. Şeyə link edit box, checkbox, apply, sonra copy eləməli idim. Copy düyməsini vurmalıydım. Orada 2 dəfə səhv tıkladım. Getdim Canva'yı bir də bastım etdiyini. Sonra QR kodu götürürdük. File tab, şeyə link edit box, checkbox. Demək, bu sözlər. Burada da videoda doğru cavab görünür. Amma əsas imtahanda doğru yanlış cavablarını görə bilməyəcəksiniz, təəssüf ki. İndi videonu söndürək.